Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəfə də Toplum TV işi üzrə saxlanılanların səhhətini nəzərə almayıb. Toplum TV-nin həm təsisçisi media ekspert Ələsgər Məmmədli deyib ki, Bakı İstintaq Təcridxanası onun səhhətindəki problemlərin miqyasını kiçiltməyə çalışır. Stat: Mən 2 ildən çoxdur burada nəinki məhkəmə hökmü, hətta heç bir sübut olmadan saxlanılıram. Bir tərəfdən də yeni xəstəliklər tapıram. Məqsəd öldürməkdirsə bir başqa formada öldürün. Hüququ bir kənara qoydum. Bu insani davranış deyil. Statın sonu. Bakı İstintaq Təcridxanası isə RES platformanın qurucu üzvü Ruslan İzzətlinin təcili əməliyyata ehtiyacı olmadığını bildirib. Özü isə buna etiraz edib. Stat: Təcili zərurət o zaman yaranacaq ki, öd partlayacaq və 3 saat içində məni əməliyyata salmalı olacaqlar ki, qana keçib zəhərlənmə yaratmasın. Statın sonu. Vəkil Zibeydə Sadıqova bildirib ki, təcridxanada müayinələr aparılmır və Ələsgər Məmmədlinin müayinə və müalicə üçün azadlığa buraxılması vacibdir. Təqsirləndirilən şəxslərdən Toplum TV-nin əməkdaşı Fərdi İsmailov da vəsadəti dəstəkləyərək deyib ki, təcridxana tərəfindən heç bir müalicə aparılmır. Stat: Bakı İstintaq Təcridxanasında yalnız təzyiq ölçürlər. Sağ olsunlar ki, heç olmasa verdikləri cavabda Ələsgər bəyin təzyiq xəstəsi olduğunu yazmağı unutmayıblar. Özünüz də görürsünüz ki, adam xəstədir. Statın sonu. Hakimlər müşavirədən sonra vəsadətlərinin təmin olunmamasına qərar veriblər. Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev vəkillərin sualına cavab verərkən deyib ki, evində axtarış aparan polislər mənzilə pul vəsaitini qoyaraq daha sonra onu götürüblər. Onun sözlərinə görə pul saymaqdan imtina etdikdən sonra polislər onu ev yoldaşının da saxlanacağı ilə hədələyiblər. Ardınca çıxış edən İD rəhbəri və 3-cü Respublika platformasının spikeri Akif Qurbanov bildirib ki, polislər ofisə pul vəsaitini qoyub götürsələr də onu saxladıqdan sonra evinə apararkən mənzildə axtarış aparmayıblar. Stat: Özüm də soruşdum ki, evdə axtarışa ehtiyac görmürsünüz deyəsən. Özləri də gülümsədilər. Niyə də axtarış aparmalıydılar ki? Onlar göstərişi yerinə yetirirdilər. Sonradan tapıldığı iddia olunan cihaz və pulların bir hissəsini evdən götürdüklərini yazıblar. Statın sonu. Toplum TV işi üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar qaçaqmalçılıq daxil bir neçə maliyyə cinayətində ittiham olunurlar. Özləri ittihamı qəbul eləmir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.